Salamlar, hər vaxtınız xeyir. 2025-ci il 27 aprel 9-cu sinif buraxılış imtahanının izahını verək. 57 nömrəli sualda deyir ki, 3, 5 və 8 sm olan düzbucaqlı paralelipipedin tam səthinin sahəsini hesablayın. Yəni, xətti ölçüləri verilib. Biz bilirik ki, qayda belə idi. 2 vurulsun 3, 1, 5. Yəni, xətti ölçüləri cüt-cüt bir-birinə nə etməliydim? Vurmalıydım. 3 vurulsun 8. Bu hasili hesablayacağıq. Cavabımız da yəqin ki olacaq 158. Bəli, cavabımız olacaq 158. Bu şəkildə. İkinci sualımıza baxaq. İkinci sualımızda deyilir ki, Sabir və Vahid müəyyən sayda qələmi elə böldülər ki, Sabirə 39, Vahidə isə bütün qələmlərin 48% çatdı. Bir x qələm varsa, x vur 48 vur x böl 100'ü çatıb Vahidə. 39 dənə də qələm çatıb kimə? Sabirə. Bunları toplayanda eləməlidir 1x. 0,48x bərabərdir. Üstə gəl 39 bərabərdir x-a. X 39 bərabərdir. Keçirsək sağ tərəfə 0,48x çıxsaq, alarıq ki 0,52 x-a nədir? Bərabərdir. Buradan da biz x-i tapmaq üçün 39'u böləcəyik 0,52-yə. 39'u 0,52-yə bölsək neçə alarıq? Yəqin ki 75 alarıq. 75 alarıq. Bəli, bu şəkildə. Cavabımız olacaq 75. Yəni, bir saniyə 75 olurmu? 7'ni vursaq 6, 5'i də vursaq, bəli, cavab olacaq 75 D variantı. Növbəti sualımız 59'dur. 59'da deyir, bunu hesablayın. Sadə 7/5'dən 3/3'ü çıxarıq. Bölərik alınan nəticəni 2'yə. Yəni 4/3 bölünsün 2. Daha doğrusu 3/3'dür. 4/2 bölünsün 2. Cavab olacaq 2/1. Yəni C variantı. Qrafikə əsasən düz xəttin bucaq əmsalını tapın. Düz xəttin bucaq əmsalını tapmaq üçün uşaqlar bu qrafikdə buranı 4 verib, buranı da bir 2 verib, belə bir qrafikdir. Yəni əgər bura 4'dürsə, burada 4'dür, burada 2'dir. Bucaq əmsalı da alfadır, yəni tangens alfa. Əslində tangens alfa bərabərdir. Necə götürməliydik? Qarşı katetin bitişik katetə nisbəti. Yəni 4 bölünsün 2. Cavab olacaq B variantı. 2'yə bərabər. Növbəti sualımız 61 nömrəli sualdır. Y çıxılsın x bərabərdir 10. 2x üstə gəl y bərabərdir -23. 4y çıx x ifadəsinin qiymətini nə edir? Məndən istəyir. Gəlin hesablayaq. -23. Tərəf-tərəfə çıxsaq, elə y-lər gedəcək. -3x bərabərdir 33'ə. X bərabərdir -11'ə. X-imiz -11'dirsə, y-imiz də deməli nə imiş? -1 imiş. Y də -1 olar. Məndən də 4y çıx x istəyir. Yəni 4 vurulsun -1 çıxılsın -11. Bu da eləyəcək. -4 üstə gəlinsin 11. Yəni 7. Cavab olacaq 7 D variantı. Növbəti sualımızı deyir ki, çoxhədli şəklində yazın. Çoxhədli şəklində yazın deyirsə, adi bildiyimiz müxtəsər olma düsturları kimi açacağıq. Amma belə deyim, bu da çox asan düşüb. Bir dənə bu 20 aprel imtahanı bir balaca nəsə narahat idi. Neysə, hər bir vəziyyətdə gəlin baxaq. Alınır belə 2x kvadratı üstə gəlinsin 3y-in kvadratı üstə gəlinsin 2x kvadratı çıxılsın 3y 3y üstə gəlinsin 2x'in kvadratı. Biz buradan elə 2x'in kvadratını çıxarsaq heç çıxarmaya ehtiyac yoxdur, birbaşa alınacaq. Müxtəsər olma düsturu kimi açarım. 4x üstündə 4 üstə gəlinsin 2 vur 3 elədi. 6 onu da 2'ye vuranda 12x kvadrat y üstə gəlinsin 9y-in kvadratı üstə gəlinsin
4x üstündə 4 çıxılsın 9y-in kvadratı. Bu elə a plus b, a minus b düsturudur. Biz buradan baxsaq görərik ki, bunlar getdi, bunlar getdi. Qaldı bircə dənə nə? Qaldı belə. 8x üstündə 4 üstə gəlinsin 12x kvadratı y. Yəni cavab B variantı. Deyirəm, səhv eləmədik. 63 adi hesablama 2 tam 3'də 1 çıxılsın 1 tam 9'da 1 bölünsün 7 tam 3'də 1. Ən sevmədiyim şeydir bunları hesablamaq. Baxaq. Uşaqlar, burada 2-dən 1'i çıxacaq 1 tam. Gəlin bunu da 3'ə vuraq, bunu da 3'ə vuraq. Alınacaq nə? 1 tam 9'da 2 bölünsün 7 tam 3'də 1 üstə gəlinsin 4'də 3. Hər ikisini düzgün olmayan kəsrə çevirək. Alınacaq 9'da 11 vurulsun 22'də 3 üstə gəl 4'də 3. Və ixtisarlarımızı aparaq. Buradan 1, buradan 2, buradan 1, buradan da 3. Yəni qalır 6'da 1 üstə gəl 4'də 3. Ortaq məxrəc tutsam 12, bunu 2'yə vuraram, 2'yə vuraram, bunu 3'ə vuraram, bunu da 3'ə vuraram. Olar 12'də 8, ixtisar aparsam qalacaq 3'də 2. Sadə görünür, amma vaxt aparır. 3'də 2, mən harada səhv eləmişəm? Bir saniyə diqqətlə baxaq. 22'də 3 olar, üstə gəlinsin 4'də 3. 4'də 3 bu arada 4'də 3 imiş. Mən bunu 3'ə vurmalıydım. Bu da eləyəcək nə? Burada 2, burada da 9. 12'də 11 eləyir, səhv eləmirəmsə. Bəli, 12'də 11. 12'də 11. Diqqətsizlik eləmişəm. Cavab D variantı. Keçək növbəti sualımıza. Radiusu 9 cm olan çevrənin mərkəzindən. Uşaqlar, ən kiçik məsafə ilə bağlı sual. Radiusu 9 cm olan bir çevrədir. Buradan bura 9'dur. Nöqtə də çevrənin mərkəzindən 25 cm. Tutaq ki, buradadır. Bir A nöqtəsidir. 25 cm. Ümumən 25'dir. Buradan bura 9'dursa 25'dən 9'u çıxacaq. Bu isə qalacaq 16. Ən qısa və mənə deyir ki 19 imiş. Bu arada 25'dən də 19'u çıxanda qalar 6. Qalar 6. Yəni ən qısa məsafə olacaq elə 6. Yəni onda bu məsafə nəzərdə tutulur da. Cavab olacaq D variantı. Keçək növbəti sualımıza. Növbəti sualımıza görək nə deyir 65'dən. Sadə bir ixtisar etməklə bağlı, bir hədlərlə bağlı sualdır. Təzə bir vərəqdə yer tapaq. Olacaq belə 65'də. Elə ixtisar apararıq da 15x kvadratı y kvadratı a üstündə 8 vurulsun 2a bölünsün 25x kvadratı y. İxtisar aparsaq görəcəyik buradan y bu getdi, bu getdi. Buradan 1 qaldı, 1 qaldı. X kvadratları getdi. Buradan 3 qaldı, buradan da 5 qaldı. Alınacaq belə. Surətdə qalacaq 3y vur 2. Məxrəcdə də qalacaq 5a üstündə 7. Yəni 6y böl 5a üstündə 7. Belə bir cavab qalmalıdır. Cavab B variantı. Növbəti sualımız 66 nömrəli sualdır. Görək nə deyir. Belə bir sualdır. Kvadrat yenə əyri oldu. Aha. Tutaq ki, bu bir kvadratdır. A'dır, B'dir, C'dir. Bu hissə isə D'dir. Buradan bura bir M'dir. Buradan burada bir N'dir. Tərəfi 10 cm olan kvadratdırsa, bura 10'dur, bura 10'dur, burada 10'dur, burada 10'dur. Okey. Olsun. B və C tərəflərinin orta nöqtələri olarsa, AMC-nin dördbucaqlısının sahəsini tapın. Biz dördbucaqlılarda belə bir qayda bilirdik. 8'də 3 ilə bağlı. 8'də 3 ilə bağlı. Görək. Burada da o keçərlidirmi? Düşünürəm ki, keçərlidir. Daha doğrusu keçərli olmayacaq. Niyə görə? Çünki orada belə bir
xətti olmalıydı. Uşaqlar, ümumən kvadratın sahəsi 100-dür, çünki tərəfi 10-dur. Sahə olacaq 100. İndi bir məsələ var. Məndən bu hissənin sahəsini istəyir. Bu hissənin sahəsini tapmaq da mənim üçün çox asandır. Niyə görə? Yarısı olduğu üçün bura 5-dir, burada 5-dir. Bu da düz bucaqlı bucaqdır. Sahəsini tapanda bura 25. Elə ora 25-dirsə, bura da 25-dir. Ümumən 100 idi. Bu 25, bu da 25. Qalanda qalacaq 50 də. 100-dən çıxacaq onun. Cavab B variantı. Cavab B variantı. Keçək növbətiyə. Növbəti sualda deyilir ki, 2 zərə eyni vaxtda atılır. Bir dəfə atıldıqda üst-üstə düşən hallar cəminin 6-dan kiçik olmaması hadisəsinin ehtimalı. Ümumi hallar yenə məxrəcdə 36-dır. 6-dan kiçik olmasın deyir. Gəl 6-dan kiçiklərə baxaq. Düşə bilər 1-1, 1-2, 1-3, 1-4, 1-5. Sonra nə düşə bilər? Düşə bilər belə. Onda 2-1 düşə bilər, 3-1 düşə bilər, 4-1 düşə bilər, 5-1 düşə bilər. 6-dan kiçik olmaması deyirsə, 1-1 ardıcıl gedək də bu. Ardıcıl gedək, belə qarışmasın. Kiçik olması 2-2, 2-3, 2-4 artıq olmur. 3-1, 3-2, 3-3 olmur. 4-1, 4-2 olmur. Heç 5-1 də olmur. Bitdi, getdi. Cavab elə bunlardan. Ümumi ehtimal 36-da 36 halı idi. 36-dan çıxacağım bunları. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənəsi. 36-da 26 hal. İxtisar eləsəm 18-də 13 ehtimal. Cavab Y variantı. Cavab Y variantı. Keçək növbəti sualımıza. Görək növbəti sualımıza nə deyilir? Aha, bu qayda çox sadə 6-cı sinifdə. Əbob AB vur Əkob AB-də sadəcə Əbobu Əkoba nə etməliyəm? Deməli, 32 vurulsun 68 olacaq. Elə burada cavab. Sonu 6 ilə bitən cavablardan biridir. Yəni, cavab B deyil, C deyil, D deyil. Ya Y idi, ya da A. Gəl hesablayaq da. Mən də laf uşaqlar kimi hesabladım. 32-ni vuranda 68-ə elə aydın görünür. Cavab Y variantıdır. Aydın görünür. 2176 eləyir hasil. Sonra, sinifdəki şagirdlərin sayı deyir 69-da. 30-dan çox 40-dan isə azdır. Onlar həm 2-2, həm də 3-3 oturtmaq mümkün olarsa. Uşaqlar, əvvəlcə biz 2 və 3-ün əkobunu tapacağıq. Bu 6-dır. Və 30 ilə 40 arasına düşən mislini tapacağıq bunun. Yəni 6 vurulsun 6. Yəni 36 ədədiymiş həmin ədəd. Sinifdə neçə şagird var? Y variantı 36. Sonra ədədlərdən hansı 2x kiçik bərabər 8 bərabərsiliyini ödəyir? Yəni x kiçikdir bərabərdir 4 olmalıdır. 2 ödəyir, 4 ödəyir və 0 ödəyir. Deməli 1, 2, 5. Cavab A variantı düz yazım. Bayaqdan baxıram. Elə ancaq səhv yazmışdılar. 71 nömrəli suala baxaq. Görək 71-də nə deyir? 71-də belə bir A verilib, B verilib, C verilib, D verilib. Nöqtələr qoyulub. Burada bir A, burada bir B, burada bir C, burada da bir D. AD-ni verib nə qədər? AD-ni verib 15, AB-ni verib 7. BC də CD-yə bərabərdir. X-dir, X-dir. Çox sadə. 7 üstə gəl, X üstə gəl, X. Bərabərdir 15-ə. X də bərabərdir birbaşa 4-ə. Məndən də BC-ni istəyir. 4. Cavab C variantı. Bərabər yanlı üçbucaqda 72 nömrəli sual. Yan tərəfə paralel olan orta xəttin uzunluğu 4-dür. Üçbucağın perimetri. Gəlin bir bərabər yanlı üçbucaq çəkək. İndi bunu bərabər yanlı kimi qəbul eləyək. İndi olmaya da bilər. Tutaq ki, bərabər yanlıdır. Orta xəttin uzunluğu 4-dürsə, bura 4-dür, onda bura 8-dir. Orta xəttdə də ya, yan tərəfə paraleldir axı. Onda bura 8-dirsə, bərabər yanlı olduğu üçün burada 8-dir. Və perimetri 22 verib. 8 üstə gəl 8, üstə gəl x bərabərdir 22, x bərabərdir 6, perimetri 6. Sonra deyik ki, y-in hansı qiymətində 2 nöqtəsində məsafə tutulur. A-nı verib 6y,
Yox ki, suallar deyil. Əslində o qədər də çətin deyil. Sadəcə vaxt aparan suallar da var. Məsələn, bu iki nöqtə arasında məsafə biraz vaxt alır. Deyir ki, arasındakı məsafə 2-yə bərabərdir. Y-in hansı qiymətində? Gəl baxaq. Onda olacaq belə də. 4 çıxılsın 6-nın kvadratı üstə gəlinsin. 5 çıxılsın Y-in kvadratı bərabər olmalıdır 2-yə. Hər tərəfi kvadrata yüksəltsəm, burada elə 4 alınır. 4 üstə gəlinsin, 5 çıxılsın Y-in kvadratı bərabərdir 4-ə. 4-lər getdi. Buradan Y-in 5 çıx Y-in kvadratı bərabərdir 0 alıram. Belə çıxır ki, Y-in özü elə nə imiş? 5 çıx Y 0-dırsa, onda Y-in də özü nə imiş? Elə 0 imiş 2-yə bərabər olması üçün. Yəni, əslində asan veriblər. Görünür ki, buradan nədir cavab? Sonra baxaq. Uşaq anadan olanda atası 25 yaşındaydı. İndi onların yaşları cəmi 45 olarsa. Atası 25 yaşındaydı uşaq anadan olanda. Əlbəttə ki, uşağın bir 0 yaşı var idi. İndi 25 plus x atasıdır. Elə x də uşağın özüdür. Çünki uşaq da tutaq ki 10 yaşa gəlibsə, atasının yaşı 35 olub da. Yəni ikisi də eyni qədər böyüyür. Elə birbaşa bunları toplayıb 45-ə bərabər eləyəcəm. X da buradan birbaşa tapacam x-i 10. 10 tapacam. Mən vaxt getməsin deyə sürətli hesablayıram. Uşağın neçə yaşı var? 10 yaşı. Sonra burada 75 nömrəli sual. 75 nömrəli sual da əslində elə çətin sual deyil. Sadəcə burada müəyyən qədər tam kvadrat ayırmalıyıq. Belə gördüyüm qədəri ilə 6 üstə gəl 2 kökdə 5 vurulsun 4-cü dərəcədən 6 çıx 2 kökdə 5. Gəl əvvəlcə bir kökdə yazaq. Olacaq 4-cü dərəcədən fərqin kvadratı düsturda 6-nın kvadratı çıxılsın 2 kökdə 5-in nəyi? Kvadratı. Heç tam kvadrata ehtiyac qalmadı. Alındı 4-cü dərəcədən 36 çıxılsın 2 kökdə 5-in kvadratı eləyir 20. 4-cü dərəcədən kökdə 16. Buradan da elə çıxar cavab 2. Birbaşa 2. 76 da bu imtahanların gülü çiçəyidir də bu. Hər imtahan olmalıdır. Açılışı belədir. 48 çıx 32. 48 üstə gəl 32. Bərabərdir 21 çıx 19 və 21 üstə gəl 19. Ümid edirəm bu imtahanda səhv sual yoxdur. Keçən imtahan rəsmən biabırçılıq idi. Belə bir halın olması bilmirəm nə dərəcədə doğrudur, amma heç yaxşı bir hal deyil, yəni belə səhvlərin olması. Burada alınır 16 vurulsun 70, yox 80. Məxrəcdə də alınır 2 vurulsun 40. İxtisar aparacam. Getdi. Cavab elə 16. Birbaşa. 76 da bu idi. Sonra keçdik bura. Kazım öz puluna 8 dəftər, 5 karandaş və ya 6 dəftər 8 karandaş ala bilir. Uşaqlar, Kazım 8 dəftər 5 karandaş ala bilir. 8x üstə gəl 5y. Yəni dəftərlərə x manat deyirəm. Karandaşlara nə deyirəm? Y manat. Və ya 6 dəftər. Yəni 6x üstə gəl 8y. Bunlar bir-birinə bərabər olmalıdır. İndi y-lər bir tərəfə, x-lar bir tərəfə. 8x çıx 6x. Eyni puldur deyə mən bərabərləşdirirəm də. 8y çıx 5y. 2x bərabərdir 3y. X bərabərdir 1,5y. Deyir ki, dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? 1,5 dəfə. 1,5 dəfə çoxdur. Gəlin baxaq uşaqlar 78-ci suala. Deyir ki, fəələ birlikdə tapşırığı 8 saata yerinə yetirir. Birinci fəələ həmin tapşırığı ikincidən 12 saatdayız. Yəni biri bir x saata yerinə yetirirsə, bu olacaq 1 bölü x. Bir də olacaq 1 bölünsün x üstə gəl 12. Və bu da bərabər olmalıdır 8-də 1-ə. Çünki işi belə deyək də 8 saata yerinə yetirirlər birlikdə. Bunu həll eləyəcəm. Orta məxrəc tutanda x vurulsun x üstə gəl 12 bərabərdir.
Surətdə alınır 2x üstəgəl 12. Bərabərdir nəyə? 8-də 1-ə. Yəni çarpaz vursaq buradan nə alınar? Çarpaz vursaq alınar ki 16x üstəgəlinsin 96 bərabərdir x kvadrat üstəgəl 12x. Və burada nə alınır? X kvadrat çıx 4x çıx 96 bərabərdir 0. Deməli belə bir şey. Gəlin bunu həll eləyək. Heç nə. Köklərin biri çıxacaq Viet teoreminə görə 12, digəri də -8. -8 bizim cavabımız ola bilməz. Cavabımız olacaq 12. Birinci fəhlə təklikdə işi neçə saata yerinə yetirər? 12 saata. Cavab 12. 79-a baxaq görə 79-da nə deyir? Düzbucaqlının bucaqlarından birinin tənböləni onun tərəfini yarıya bölür. Bu sual klassik toplu sualdır. Bu sualdan topluda çoxdur. Tənbölənlərindən biri deyirsə, birinin tənböləni onun tərəfini yarıya bölür. Uşaqlar, deməli belə çıxır ki, bura 45, bura 45, bura x, o zaman bura da 45-də. Çünki bura ilə bura daxili çarpaz bucaqları olur. Belə çıxır ki, onda burada x-dir. Yarıya bölürsə, onda burada x-dir. Burada x-dir, burada 2x-dir. Düzbucaqlının kiçik tərəfi 4-dür. Yəni x-i verib mənə 4. Onda belə çıxır ki, böyük tərəf 2x daxil 8-dir. Perimetrini istəyir. 8 üstəgəl 4 vur 2. 12. Bunu da 2-yə vursam 24. Cavab 24. Sonra 80 nömrəli sualda görək nə deyir. Stolun üzərindəki dik duran qələmə ondan 150 cm uzaqlıqdan fənər tutularsa, yəqin ki, burada bir dənə oxşarlıq görürəm. Məncə oxşarlıqdır. Gəl bir dənə oxşarlıq üçün üçbucaq kimi çəkək də burada stol çəkməyə ehtiyac yoxdur. Bu bir qələm, bu da digər qələm. Stolun üzərində dik duran qələmi ondan 150 cm uzaqlıqdan fənər tutularsa, qələmin arxasındakı divarda 48 cm uzaqlıqda kölgə əmələ gələr. Bu 48-dir. İndi məsafə 150 uşaqlar. Yadda saxlayın, bu hissədir. 150 buradır. Burada oldu bir 150. Qələmin də öz hündürlüyü nə qədərdir? 30. Qələm ilə kölgə arasında məndən də bu hissəni istəyir də. Qələm ilə kölgə arasında heç nə. Oxşarlıq quracam da. Bura alfadsa, əslində heç ehtiyac da yoxdur. 30-un 48-ə nisbəti bərabərdir 150-nin 150 plus, burada bir x desəm, 150 plus x-ə nisbəti. Bura 1, burada bir 5. Elə çarpaz vursam 5 vur 48 eləyəcək 240. 240 bərabərdir 150 üstəgəl x. X də bərabərdir 240 çıx 150 90. Bura 90 imiş. Bu məsafə 90-dır. Məndən bu məsafəni istəyir. Cavab 90. 22 şagirddən 81 nömrəli sual. 22 şagirddən ibarət sinifdə yalnız rus dili fənnindən məqbul qiymət alanların sayı, yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayından nə qədər çoxdur deyir? Sayından 3 nəfər az, həm rus, həm də ingilis dili fənnindən məqbul qiymət alanların sayından isə 7 nəfər çoxdur. Bu nə sualda? Olarsa, yalnız ingilis dili fənnindən məqbul qiymət alanların neyniyək? Gəlin uşaqlar, sayını hesablayaq. Deməli, 22 şagird var, ümumən 22 şagird. Yalnız rus dili fənnindən məqbul qiymət alanların sayı, yalnız ingilis dilini alanlarının 3 nəfər azdır. Yəni, biri x-dırsa, digəri x-3-dür. X-3-dür. Onda olacaq belə. Sonra, deyir ki, həm ingilis, həm də rusdan məqbul qiymət alanların sayı isə 7 nəfər olarsa, onda belə çıxır ki,
Burada da bir 7 nəfər var əlavə olaraq. Bir saniyə. Bəli, 7 nəfər olarsa ingilis dil fənnindən məqbul qiymət alanların sayını tapın. Heç nə. Bunları toplayacağım. X minus 3 üstə gəl 7 bərabər olmalıdır nəyə? 22-yə. Buradan alacağım ki, nə alınır? 2x bərabərdir 20, daha doğrusu 18, x də bərabərdir 9-a. Belə çıxır ki, yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayından 3 nəfər azdır. Rus dilindən mən x demişdim. İngilisə bir x demişdim. İngilis oldu 3. Daha doğrusu İngilis oldu 9. Rus oldu 6. 9 6 nə qədər elədi? 15. Həm Rus, həm də İngilis dilindən məqbul qiymət alanlarda 7 nəfər idi axı. Bu da oldu 7. Ümumən elədi 22 şagird. Məndən nə istəyir? Yalnız İngilis. Yalnız İngilisi istəyirsə, İngilis dili fənnindən məqbul qiymət alanların sayından 3 nəfər azdır. İngilisi istəyirsə cavab 9. Cavabımız olacaq 9. Bu qədər sadə.